Qaqaşı hardasa orada mərhumu orada vurublar. Gedib qabaq tərəfdə yıxılıb. Kan itirmədən dünyasını dəyişib. Qız üstə, qadın üstə belə olub da nə olacaq? Anabala parkından burada əsər əlamət yoxdur. Abşeronda dəhşətli qətl hadisəsi baş verib. Hadisə Xırdalan şəhəri ərazisində Anabala parkı kimi adlanan yerdə qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Elmir Bədirov öz tanışı tərəfindən hazırda durduğum ərazidə qətlə yetirilib. Hadisənin təfərrüatlarını öyrənmək üçün çəkiliş qrupumuz həmin ərazidədir. Hadisə gecə saat 2-3 saatlərində olmuşdu burada. Yəni Qaqaşı hardasa orada mərhumu orada vurublar. Gedib qabaq tərəfdə yıxılıb. Kan itirmədən dünyasını dəyişib, eşitdiyimizə görə. Görüntülərdə də burada Bərbərxana kamerasından baxdıq. Buradan yeriyə gedib, orada huşunu itirib yıxılıb. Yəni bildiyimiz qədər. Tam olaraq bilmirik. Yəni necə olduğunu bilmirik. Yəni burada yaşadığımıza görə eşitdik, yəni belə bir şey olub. Olub, hə, 3-4 nəfər olub. 4-5 nəfər belə adamlar olub təxmini. Oğlan deyilənə görə Xırdalan təzə keçibmiş. Vuran oğlan deyilənə görə buralarda qalır, tərəflərdə, bu ərazidə, yaxınlıqda qalır. 2 dənə oğlan görmüşdüm burada uzun, səhərsə bıçaqla qaçırır birbirlərinin dalınca. Bunları görmüşəm. Çoxu da Xırdalanda hamısı kafelərdir. Gecə saat 3-dən sonra bu mağazin var, Pravo. Onun altına gəlin görəcəksiniz. O gün də orada bir bıçaqlaşma oldu da.